Qəbələ şəhərinin aşağı hissəsində yeni açılmış Qəbələ-Bakı avtomagistral yolunun üstündə geniş ərazidə Qəbələ tikinti materiallarının satış bazarı fəaliyyətə başlayır. Vergilər İdarəsində hüquqi şəxs kimi qeydiyyatda olan müəssisəmiz tikinti materiallarının satış bazarı kimi fəaliyyət göstərəcək. Bazarda ofis binası, kafe, yeməkxana, güclü mühafizə sistemi və eyni zamanda ərazi tam kameralaşmış formada fəaliyyət göstərir. Bazarın ətrafı hündür qala divarları ilə əhatə olunub. Bazarda tikinti materiallarını yığmaq üçün 1700 metr kvadratlıq naveslər tikilib. Bazarda istehsal sexləri üçün yer ayrılmışdır. Bütün növ metal konstruksiya və metal məmulatların istehsalı üçün sexlər, eyni zamanda dam örtükləri üçün aksesuarlar istehsal edən sexlər və sair istehsal sahələrində lazım olan dəzgahlarla bütün sexlər təmin olunacaq. Eyni zamanda müəssisəmizdə ağac məhsulları istehsal edən sexlər, mebel istehsal edən sexlər fəaliyyət göstərəcək. Bazarda iş adamlarına, hüquqi və fiziki şəxslərə topdan satış tikinti materialları satmaq üçün icarəyə yerlər verilir. İcarə haqqı razılaşma yolu ilə olacaq. Lazımı bütün güzəştlər həyata keçiriləcək. Tikinti materiallarını istehsal edən böyük şirkətlər, zavodlar bazarımızda öz nümayəndəliklərini açmaq üçün müraciət edə bilərlər. Onlar üçün bütün şərait yaradılacaq. Mebel sahəsi, mebel, ağac sahəsi üzrə işləyən sənətkarlar işləmək üçün müəssisəmizdə qeydiyyata düşə bilərlər. Müəssisəmizdə qaya daş sexi, kubikdən aqlay sexi, tamet, plita sexi fəaliyyət göstərəcək. Bazarda 100-ə yaxın işçi tam işlə təmin olunacaq. İşsizliyin tam olaraq aradan qaldırılması üçün Ulu Öndər Heydər Əliyev cənabları tərəfindən hazırlanmış proqram bugün möhtərəm prezidentimiz İlham Əliyev cənabları tərəfindən daima ay-ba-ay, gün-bə-gün uğurla davam etdirilir. Bizim də yeni fəaliyyətə başlayacaq müəssisəmiz Ulu Öndərimiz tərəfindən yaradılan həmən proqrama və bugün onun layiqli davamçısı cənab prezident tərəfindən işsizliyin aradan qaldırılması ilə bağlı yürütdüyü siyasətə azacıq da olsa, kiçik və zərrəcik qədər də olsa köməyi olacaq. Bir daha xatırladırıq ki, bazarımız Balakən-Bakı magistral yolunun Qəbələ şəhərinin aşağı hissəsində yeni inşa edilmiş Qəbələ-Bakı avtomagistral yolunun tam üstündə yerləşir. Əlavə məlumatlar almaq üçün burada qeyd olunan telefon nömrələri ilə əlaqə saxlaya bilərsiniz və qeyd edirik ki, bazar elə bir ərazidə yerləşir ki, bu həm də bazarın regional əhəmiyyət daşıdığını bir daha hər kəsin diqqətinə çatdırır. Yəni, bazarımızın bu ərazidə yerləşməsi bütün rayonlar üçün, ölkəmizin müxtəlif bölgələri üçün əhəmiyyətli bir yerdə yerləşdiyini bir daha isbata yetirir. Hər birinizi bazarımızla əlaqə saxlamağa dəvət edirik. Hər birinizə burada normal şəkildə şərait yaradacağımızla bağlı söz veririk və hesab edirik ki, burada siz tam maneəsiz şəkildə fəaliyyət göstərib tikinti materiallarınızı sata biləcəksiniz. Ərazidə yerləşən, rayonlarda yerləşən müxtəlif tikinti materialları istehsal edən sexlərə bizlər də müraciət edirik. Məmnuniyyətlə sizlərə bazarımızda şərait yaratmağa hazırıq və bütün növ güzəştlər həyata keçiriləcək. Və siz şəkillərdən də gördüyümüz kimi bazarda hər cür şərait yaradılıb, ofisi və digər qeyd etdiyimiz sexlər üçün yerlər və yolun da harda yerləşdiyi, həmən bu yeni bazarımızın yolun çox belə deyək ki, hər biriniz üçün uyğun bir ərazidə yerləşdiyini görə bilərsiniz. Eləcə də burada tam belə deyək ki, normal fəaliyyət göstərən yeməkxanamız və yaşıllıqla örtülmüş əraziyə malikdir. Mühafizə deməli həyata keçirmək üçün münbit şərait var orada və eyni zamanda bazar 2 hektardan biraz artıq əraziyə malikdir. Elə isə bir daha hər birinizi bazarımızda deməli öz fəaliyyətinizi göstərmək üçün dəvət edirik. Buyurun, zəng edin, öz təkliflərinizi və sair fikirlərinizi bizimlə bölüşə bilərsiniz.